Mikrofon önündə verilişin müəllifi Rafael Hüseynov. Axşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unudulmaz tarizənimiz, ustad sənətkar Mirzə Mansur Mansurova həsr edirik. O, həyatındakı ilk cəzanı musiqiyə görə aldı. Və həmin cəzada əslində elə onun yolunu dəyişdi, taleyini müəyyənləşdirdi. Ayağı Bakıya dəyən hər tanınmış musiqiçinin hökmən mənzilində çörək kəsdiyi, çalıb çağırdığı Məşədi Məliyin iki oğlu vardı. Süleyman və Mansur. 19-cu əsr bitə-bitdə idi. Əsr tamamlananda böyük qardaşın Süleymanın 28, kiçik qardaşın Mansurun 13 yaşı vardı. Bu cəza əhvalatısa vaqe olmuşdu 1890-cı illərin ortalarında. İçəri şəhərli Məşədi Məlik kiçik oğlu Mansuru Sınıqqala məscidində mədrəsəyə göndərmişdi. Bu uşaq elə bir ailədə, elə bir evdə böyüyürdü ki, orada musiqi səsi kəsilmirdi. Atası Məşədi Məlik yaxşı kamança, anası Soltan bəyim qoltuq sazı, Mansurun özündən 15 yaş böyük olan qardaşı Süleymansa tar çalırdı. Mədrəsədə onlara dərs deyən mollanın çərəkəni bir kənara qoyub dəstəmaz almaq üçün uşaqları tənəffüsə buraxdığı fasilələrdən birində Mansur xətkeşi götürüb basır sinəsinə. Qardaşı kimi güya tar çalırmış sayaq, barmaqlarını aşağı yuxarı sürütlüyür, ağzı ilə uzun dərəni zümzümə eləyirmiş. Bu əsnada molla girir otağa. Balaca Mansurun bu hərəkətinə qeyizlənir, onun ayaqlarını salır falaqqıya və 20 çubuq vurdurur. O gün Mansur məktəbdən ayaqları şişib qızarmış, gözləri yaşlı qayıdır. Və son beşiyini xüsusi məhəbbətlə sevən Məşədi Məlik elə həmin günün sabahı Mansuru mədrəsədən çıxardır. Aparıb qoyur Rus Tatar məktəbinə və bunu da deyir ki, dərsini yaxşı oxu, sənə ayrıca tar da alacam. Ürəyin musiqini belə istəyirsə, başda yavaş-yavaş havalara öyrənməyə. Beləcə o falaqqa Mansuru qəfildən çevirir tar sarı və illər sonra döndərib eləyir Sadıqcan məktəbinin ən layiqli davamçılarından biri. Bu çalan Mirzə Mansur deyil, Qurban Pirimovdur. Əslində elə Mirzə Mansurun da çalğısı bu tərzdə, bu üslubdadır. İti, qıvraq barmaqlara öyrənmiş müasir qulaqlara bu çalğı yolu bəsit gələ, çox da cazibəli görünməyə bilər. Lakin onu da bilin ki, bizim əsl dədə-baba çalğı üslubumuz elə budur ki var. Və bu danışanda yenə ustad tarizən Qurban Pirimovdur. Mirzə Mansurun şəxsiyyətinə, sənətinə belə qiymət verir. Mirzə Mansur gözəl çalgıçı və tər ustasıdır. Onun biləkləri güclü, mizrapları sambarlıdır. Mən onun çalmağından doymaq bilmirəm. Mirzə tarın anasıdır. Onun qulaq vurmasını görən tar çətin ki, qəflik eyləsin. Mirzə Mansur həm yaxşı insandır, həm də yaxşı sənətkardır.
1940-cı ildə. O vaxtlar ki, fəxri adlar nadir hallarda, həm də ən layiqli, ən üstün sənətkarlara verilirdi. Mirzə Mansur Mansurov əməkdar incəsənət xadimi adına layiq görülür. O vaxtlar artıq 40 ildən çox idi ki, Mansur Ustad tarla idi və bir tarizən kimi tanınıb etiraf edildiyi vaxtlardan, 20-ci əsrin ikinci 10 illiyinin lap əvvəllərindən o müəllimliklə məşğul olmuşdu. Sonralar məşhurlaşacaq neçə böyük musiqiçi ondan dərs almışdı. Onun muğam biliklərindən Üzeyir bəy özü bəhrələnmişdi. Vaxtın dünənlərindən gələn bu səs Mirzə Mansurun səsidir. Atam çox musiqi pərəst idi, musiqini çox sevərdi, həvəsi var musiqiyə. Məşhur çalanlardan Mirzə Sadıq, Mirzə Fərəj, sonra həmişə də onlar buradalar. Və hər yerdən də oxuyub çalan gəlsəydi, gələrdilər bizim evdə olardı. Həmişə bura musiqi ocağı olurdu. Böyük bəstəkar Səid Rüstəmovun bu yadigar söhbəti lentə alınanda hələ Mirzə Mansur sağ idi. Və o vaxt artıq yaşı 80-ə yaxınlaşan Mirzə Mansur o günlərin içində canlı tarix kimi qavranılırdı. ...1921-22-ci illərdə Bakıda 1-ci Azərbaycan Musiqi Texnikumu təşkil olunmuşdu. Bu məktəbin ilk təşkilatçısı böyük ustad bəstəkarımız Üzeyir Hacıbəyov, Avropa musiqi ixtisasları ilə yanaşı, Azərbaycan xalq musiqi yaradıcılığının öyrənilməsini də təmin etmək məqsədi ilə bu məktəbə Azərbaycan musiqisini mükəmməl bilən və dərs verə bilən mütəxəssislər cəlb edirdi. O mütəxəssislər içərisində qocaman xanəndə Əbdülbaqı Zulalov, tarzən Mirzə Fərəc Rızayev, Şirin Axundov və başqaları ilə bərabər mənim hörmətli müəllimim Mirzə Mansur Mansurov da var idi. Mən həmin musiqi texnikumuna 1924-cü ilin fevral ayında qəbul olunmuşdum. Böyük müəllimimiz Üzeyir bəy mənim musiqi qabiliyyətimi yoxlayıb, ayrı-ayrı musiqi fənləri üzrə kimlərlə məşğul olacağımı bildirdikdən sonra məni müəllim Mirzə Mansur Mansurova təqdim edib, ondan muğamat dərsləri alacağımı bildirdi. Mirzə Mansur müəllim son dərəcə xoş sifət, mehriban, təvazökar və bütün rəftarında olduqca nəvazişkar və fitrətən mədəni bir insan olduğundandır ki, onun bütün tələbələri kimi mən də birinci gündən ona böyük hörmətlə məhəbbət bağladım. Məni ilk dəfə doğma Azərbaycan xalqının tükənməz musiqi xəzinəsi, muğamat yaradıcılığı ilə tanış edən, onu mənə sevdirən, onun böyük sirlərini mənə açan hörmətli müəllimim Mirzə Mansur olmuşdur. Mirzə Mansur mənim musiqiyə olan həvəsimi görüb, məktəbdəki dərs saatlarından əlavə olaraq öz evinə dəvət edər və mənimlə proqramdan kənar məşğul olardı. Bizim əlavə muğamat məşğələlərimiz böyük bir yaradıcılıq səciyyəsi daşıyırdı. Möhtərəm müəllimimin bu qədər qayğıkeşliyi, insanpərvərliyi və hamısından çox öz tələbələrinin inkişafına yönəldilmiş səyi məndə o zaman musiqi sənətinə olan məhəbbəti daha da möhkəmlətmişdi. Mən 1929-cu ilin iyun ayında Mirzə Mansur Mansurovun muğamat üzrə tarz sınıfını müvəffəqiyyətlə bitirdim. O zamandan çox illər keçmiş. Mənim hörmətli müəllimim bu uzun illər içərisində çox əmək sərf etmiş və yüzlərlə xalq musiqiçisi yetişdirmiş və tərbiyə etmişdir. Mən bu müddət içərisində öz sevimli müəllimimlə yaradıcılıq əlaqəsini kəsməmiş və lazım gəldikdə onun yaradıcılıq yardımına müraciət edirəm. Mən böyük minnətdarlıq hissi ilə hörmətli müəllimim Mirzə Mansur Mansurova möhkəm can sağlığı və uzun illər xoşbəxt ömür arzu edirəm. Bu səs yadigarında Səid Rüstəmov da diridir, Mirzə Mansur da.
Səid müəllim ustadı Mirzə Mansura uzun ömür diləyir. 10 illər keçib, əsrlər, min illər dəyişib. İndi nə Səid var, nə Mirzə Mansur. Ancaq Səid Rüstəmovun o qəlbdən gələn arzusu hər halda gerçəkləşib. Uzun, bitməz, sevgi və sayğılarla müşayiət olunan ömür Mirzə Mansura qismət olub. Zaman keçib, onun adı, xatirəsi bugün də yaşamaqdadır. Oxutar, səsindən əllətif şeylər dinləyim. Oxutar bir qədər nəğməni su kimi alışan ruhuma çilayim. Ey geniş kütlənin şirini şərbəti, olublu sənəti. Ey geniş kütlənin şirini şərbəti, olublu sənəti. Zilim var, vəsətin bəmin var. Səni də quşların dəmindən ayrılan bir özgə dəmin var. Zilim var, vəsətin bəmin var. Səni də quşların dəmindən ayrılan bir özgə dəmin var. Səni də avara eyləmir, dağınıq telli bir zərəfşan. Olmuşun səngahın danışır pərişan, pərişan. O sarı simlərin lisanı salmaz mı heyrətə insanı? O sarı simlərin lisanı salmaz mı heyrətə insanı? Həmsöhbətim şərəfli Mansurovlar nəslinin davamçısı xalq artisti Eldar Mansurovdur. Eldar, növbəti dəfə Mansurovlar şəcərəsinin çox qiymətli bir adını yada salırıq, Mirzə Mansuru xatırlayırıq. İstərdim ki, Mirzə Mansurla bağlı ailədə olan söhbətlərdən, öz gördüklərindən, bildiklərindən, oxuduqlarından, çünki sən son illərdə bir bəstəkar olmaqdan savayı həm də bir musiqişünasa çevrilmişsən. Mansurovlar şəcərəsinin, Mansurovlar sülaləsinin salnaməsini yaradan bir alim kimi çalışırsan, neçə illərdir kitabları nəşr elətdirirsən. Yəni, bu tarixlərin hər biri sənin gözünün qarşısındadır. Mirzə Mansur həyatdan gedəndə neçə yaşındaydın? Mirzə Mansur 80 yaşında həyatdan getdi. Mən açığı istəyərdim ki, axırından başlayayım. Çünki 67-ci ildə yay ayları idi, yulay idi, rəhmətə gedəndə o. Amma aprel-may ayında bizim evə gəlmişdi. Mənim yadıma gəlir onda.
Atam dəvət elədi onu. Mirzə Mansurun da qolu sınmışdı. Təzəcə gipsini açmışlar qolunu, gəlmişdi bizə. Atam çağırmışdı onu. Arasına atam həmişə onu çağırırdı. Ya özü gedirdi onlara, ya onu çağırırdı. Xoş deyirdi Mirzə Mansur aş yeməyi. Atam həmişə aş onu hazırlayırdı. Özdəki şabahat kormasını edirdi onun üçün. Gəlmişdi bizə, oturmuşdu deməli Mirzə Mansur. Atam qayıtdı ona ki, Mirzə bəs bir dənə şey çalıydın, səndən bir xatirə olsun. Bizdə də bir Aydız adında bir maqnitofonumuz vardı. Atam dedi, nə qədər buna dedi. Mirzə Mansur qayıtdı ki, bəs yox qolum sınıb, mən çala bilmərəm, bəs belə mənə ağırdır. Dedi, yox, daha sənə demirəm ki, bəs bütün muğamı çalasan. Bir balaca bir şöbəsi, bir güşəsi, bir iki barmaq çalgıyla səndən bir xatirə qalsın da. Yəni ki, cəmaət eşitsin ki, gələcəkdəki, yəni Mirzə Mansurun bu mizrablarıdır, Mirzə Mansurun barmaqlarıdır burada. O da açıq deyim, dərinə getməli, dedi, yaxşı, ver tarih. Hələ tarih götürdü, hələ tar da ki, maşallah, indi özündə yaxşı bilirsən ki, Bəhramın tarları həmişə kök olub, yəni ki, kök üstündə olub. Kökləmə zat da lazımdır ödərə. Götürdü hələ əlinə, götürən kimi başladı çalmağa. Atam işarə elədi ki, sən knopkanı bas, yaz. Oturdum, yazdım. Deməli, bir xocəstə çaldı, bir də mahur çaldı. Atama o vaxtlar deyəndə ki, neyi kimi arzulayardım görəsən, eşidəsən, o deyirdi Mirzə Sadığı. Mirzə Sadığın hayıb ki, doğrudan o vaxtlar maqnitofon zad olmayıb, özü də qram plastikaları yazdırmayıb, heç neyi qalmayıb. Amma Mirzə Mansurdan deyərdim ki, vaxtımız götürüb o barədə ki, heç olmazsa 2 dənə balaca muğam şöbəsi xatirə olaraq qalıb. Yəni, onun haqqında təsəvvür yaranır, onun çalğısı haqqında, onun ifa barmaqları haqqında. Mən çox təşəkkür edirəm bu xatirəyə görə Eldar. İndi söhbəti davam elətdirəcəyik, amma başqa bir məqama toxunmaq istəyirəm. Rəhmətlik Bəhram müəllimin gözəlliklərindən biri də bu idi ki, o tarix yaradırdı və o tarixi həm də sənətləşdirirdi, insanlara, gələcək nəsillərə çatması üçün çalışırdı. Təbii ki, bu yolda tək deyildi. Həyat yoldaşı, sənin anan Münəvvər xanım ən yaxın silahdaşı idi bu yolda və bu keyfiyyət də atasından, babasından irs qalmışdı. Məsələn, mənə danışırdı ki, Bəhram müəllim ki, vaxtı ilə Fyodor Şalyapin Bakıya gələndə oturublar indi bir pitixanada yemək yeyirlər. Deyir ki, bəs bir yadigar bir söz yazgınan. Deyir, o momentdə əlinin altında kağız olmadı falan oldu, bir salfetka vardı. Götürdü salfetkanın üstünə bir imza atdı, o salfetkanı götürdüm, saxladım. Yəni, bunun özü də bir tarixdə. Yəni, və indi sən də o həmin iki daşın arasında bir tarix yaranıb. Olsun ki, məsələn, daha sağlam vaxtında, daha güclü vaxtında Mirzə Mansur əla çalardı və imtinad eləyə bilərdi, amma vadar eləyib. Yaxud, məsələn, götür Seyif Şuşinskinin qoca vaxtında 75 yaşında dəvət eləyib, oxumalarını yazıb Bəhram müəllim lentə və bunlar indi misilsiz yadigarlardır. Seyidin cavan vaxtının yazıları vardı, amma o müdrik vaxtının, o muğamın ən dərinlərinə gedə bildiyi vaxtların yazıları yox idi. Bəhram olmasaydı, bu və çoxlu belə yazılar olmazdı.
İş o yerdədir ki, dediyi və qüvvət, deməli, atam danışırdı ki, hələ sağ olan vaxtlarında, atam da yaşlaşmışdı o vaxtı, 70-in axırları, 80-in əvvəlləri idi. Deyirdi ki, bir gün Filarmoniyanın bağında, indiki güya ki, belə yaxşı sayılan bir musiqiçilərimizdən biri, tanınmış musiqiçilərdən, tarzənlərdən biri, bir günləri qayıdır ki, əşi, qurban nə çalır deyə, qurban nə olub, qurban əşi, dın edib çalırdı. Atama bu söz çox toxundu. Qayıdıb deyib ki, abala, sən qurbanın əvvəla görməmsən sən onun cavan vaxtlarını, sən onun o duruşuna, oturuşuna bax ki, nə. Sən onun çalğısını görməmsən, sən o qurbanı görmüsən 80 yaşında. Sən ona görə deyirsən, sən belə ki, qurban nə çalan. Əgər görək, sən özün 80 yaşında çatacaqsan, yoxsa yox. Çatson da sən qurban kimi çala biləcəksən sən. Çünki bax, indiki hərdən bəzi musiqiçilər var, otururlar, danışırlar, bunların danışıqlarını belə çıxır ki, yəni bunlardan yaxşıları yoxdur, bunlar güya hər şeyi bilirlər. Amma keçmişdə kişilər olublar, çalıblar özdə. Məsələn, Mirzə Mansur doğrudan əcda çalan olubdu, tarçalan olubdu. Məsələn, mən Mirzə Mansurun, Məşəd Süleymanın, məsələn, Məşəd Mərkü, bunların bir növ deyərdim ki, təsəvvürümü götürürüm ki, onlar da çalıblar da, Bəhram onlardan öyrənib bu çalğıları da. Yəni ki, bir növ, mən onların da çalğısını, bir növ duyumunu Bəhramda hiss edirəm. Yəni ki, Bəhram o yolu gedirdi. Məsələn, bu yaxınlarda mənə götürüb çatdırdılar. Sən demə, Nadir Mansurovun, Bəhram Mansurovun kiçik qardaşı, Mirzə Mansurun da qardaşı oğlu, kiçik qardaşı oğlu, deməli, bunun da lent yazıları qalıb. Sən demə, hansısa Bakı kəndlərində, hansısa toylarda çalırmış. Məsələn, Nadiri demək olar ki, lent yazıları heç yerdə yox idi. Çünki Nadir konsert fəaliyyəti çox belə onun hər tərəfli idi. Çox müşahidə edirdi müğənniləri. Və onun çalğılarına qulaq asanda görürəm ki, sırf Mansurov yoludur bu. Bax, niyə görə mən deyirəm? Çünki bax, bu hamısı ifaçılar, mən deyərdim ki, məsələn də Məşəd Süleyman sayılır, ağsaqqaldır bu sənətdə. Amma Mirzə Mansur daha çox önəm verirlər. Nəyə görə? Çünki Mirzə Mansur dərs deyirdi. Mirzə Mansur tələbələri çoxdur. Məşəd Süleyman daha çox elmi ilə məşğuldur bu işi. Halbuki çox gözəl də çalırdı, ifaçı idi. Amma o daha çox musiqidən həzz alırdı. Amma Mirzə Mansur musiqidə həzz almağından başqa, məsələn, həzz almağı nə idi onun? Muğamlarda oxunan qəzəllərin demək, hamısını əzbər bilirdi Mirzə Mansur. Özü də ki, ərəb dilində, fars dilində qəzəllər bilirdi, bu oxuyurdu. Və məsələn, Firdosini, nə bilim, Şahnaməsidir, mən nə bilim, başqa Şərq Nizami idi, Füzuli idi. Bunları hamısını əzbərdən deyirdi bu. Özü də deyirdi, yox, oxuyurdu da özü içində, belə yüngür barı. Demək istəyirəm, Mirzə Mansur daha çox pedaqoqluq eləyirdi, yəni ki, pedaqoq idi, yəni bilirdi, o öyrədirdi öz çalğılarını. Amma Məşəd Süleyman, deyərdim ki, iki qardaşdılar da, bunlar bir-birini tamamlayırdılar. Yəni ki, biri daha çox, məsələn də, administrativ işləri ilə məşğuldur, məsələn, nəzəriyyəsi ilə, tarixini. O digəri daha çox, məsələn, müəllimliyi ilə yadda qalmışdı. Bax, bu cürə. Həqiqətən də, məsələn, Mirzə Mansur deyirkən bir obraz olaraq, bir musiqiçi olaraq, onu o dövrün tanınan belə ifaçıları sırasında görmürük ki, mütəmadi səhnəyə çıxsın, çalsın, çağırsın. Amma peşəkar müəllim kimi, tarzənliyin və muğam bilginliyinin bir örnəyi kimi o yaddaşları həmişə qalacaq və Mirzə Mansurun bir başqa üstünlüyini də mən qeyd eləmək istəyirəm müəllim kimi. Mənim qohumlarımdan biri
Bir neçə il bundan qabaq rəhmətə getdi. Yaşı 80-ə çatan bir adam idi. Tamam ayrı bir sahəyə getmişdi, riyaziyyatçı idi, riyaziyyat sahəsində böyük bir alim idi. Amma o da o uşaqlıq, yeniyetməlik vaxtında gedirmiş içəri şəhərə Mirzə Mansurun yanına, ondan muğamları öyrənirmiş. Yəni bu Mirzə Mansurun böyüklüyü daha. O bilirdi ki, filan kəs musiqiçi olacaq. Ona biliklərin verirdi. Amma musiqiyə həvəs göstərən bir adam, tara həvəs göstərən bir adam gəlib ondan tara öyrənmək istəyirdi. Ondan da vaxtın o səxavətin əsirgəmirdi. Bir daha da balaca bir xatirə kimi bir şey danışmaq istəyirəm. Şüvəlan kəndinin ağsaqqalı var, Cümşüd Muradov. Bəli, Cümşüd Muradov, hə. Deməli, mən o ilə birinci dəfə görüşəndə məni çağırdı, gəldim kənddə, görüşdük, o ilə tanış oldu, söhbət elədi. Dedi ki, sən bilmirsən, deyir, mən sənin bilmədiyin şeyləri sənə danışmaq istəyirəm. Deyirəm, nə? Deyir ki, biz bağ qonşusu olmuşuq, deyir, Şövalanda. Bizim bağımızla Mansurovların bağı bir-birinin yanında idi, yaxında idi, deyir. Deyir, mən uşağıdım, deyir, sən, deyir, babonla, babonun qardeşi, deyir, bu iki qardeşlər Mansurovlar, Məşəd Süleymanla Mirzə Mansur. Deyir, bunlar, deyir, çox yaşlılıq ediblər mənim atama, deyir, mən də istəyirəm, deyir, o yaşlılıqların əvəzini çıxım. Heç olmazsa sənin üçün danışım, bunları bir xatirə kimi yadında qalsın ki, yəni bu adamlar nə ediblər, nə eləməyiblər, bu cürünü. Deyir ki, o vaxtı bu iki qardaşlar deyir, deməli, yeganə bağıdır Şüvəlanda deyir, Mansurovların bağı 2 mərtəbəli. Həmin o bağda deyir, bunlar deyir, gündüzlər çıxmazlar balkona. Deyir, çünki balkonlar yuxarı idi, o bir qonşuların bağları görünərdi deyir. Yəni ki, bu tərbiyəvi etika tərəfdən, yəni ki, Mansurovlar onu eləməzdilər. Bunlar nə edirdilər deyir. Gecələr deyir, hava qaralandan sonra deyir, iki qardaş çıxırdılar deyir, balkona deyir. Balkonda deyir, otururdular. Bunlar bir balaca stolları vardı girdə deyir. Hərəsiz bir əlində bir dənə tar otururdular deyir. Deməli, balkonda özbəöz deyir, tar çalırdılar deyir. Cəmaət də deyir, yavaş-yavaş deyir, uşaqlar, kişilər də yığılırdılar bu bağın, balkonun altına. Gərdilər, qulaq asırdılar bunların çalğılarına. Deyir, bunlar bu cürə ilə alışırlar. Sonra deyir ki, yadında döyən Məşəd Süleyman Mirzə Mansur, bunun atasına, Cümşüd Muradovun atasına bir tar bağışlamışdı ki, bunu ver oğluma, həmin bu Cümşüd Muradova ki, bəs göndər yanımıza gəlsin tar verirdi. Həmin bu Cümşüd kişi də, Cümşüd Muradov da gəlib gedirdi Mansurovların bağına, Mirzə Mansurdan tar çalmağı öyrənirdi orada. Yəni bu onun öz xatirələridir. O kişi indi də durur, maşallah, Allah onun canı sağ eləsin. Bu xatirələri danışıb, həm lent yazısında məndə var bunlar, həm də ki, belə də özü də danışa bilər bunları. Bu da onların xatirələrindən biridir. Mirzə Mansurun həyatında bir kədərli məqam da var. O, yəni faktik olaraq yalnız fiziki mənada yox, həm də sənət mənasında Ənvər Mansurov, onun oğlu davam olacaqdı Mirzə Mansurun. Onun sənətdə deyə bilmədiklərinin hamısını deyəcəkdi. Təəssüf ki, müharibə onu çox erkən aldı. Amma nə yaxşı ki, onun heç olmasa valda o bir çargahı qalıb, bir yadigardır. Amma hər halda onu görənlər, söyləyənlər, məsələn, Əhsən Dadaşovun müəllimi olub Ənvər Mansurov. Əhsən Dadaşov onu çox böyük məhəbbətlə xatırlayırdı, səsi də qalıb. İş o yerdədir ki, Əhsən Dadaşov deməli, düzdür, Ənvərin tələbəsi olub. Amma Ənvər çox erkən müharibəyə gedib, orada həlak olub, qayıda bilməyib. Yəni ki, sonradan belə olub ki, Əhsən gəlib gedirdi Mirzə Mansur gilə. Mirzə Mansurdan öyrənirdi. Yəni ki, demək olar ki, Əhsən iki müəllimi olub, Ənvər və Mirzə Mansur. O, özdəki Ənvəri çox istəyirdi və hətta oğlunun adını da Ənvər qoymuşdu, məhz bu hörmətdən öz müəlliminə. Amma deyərdim ki, düzdür, Ənvər doğma oğlu idi Mirzə Mansurun, yəni ki, həyatdan getib çox şeylər eləyə bilərdi. Olmadı da, yəni müharibə oldu, ölüb getdi, yəni alınmadı bu şey. Amma ki, Mansurovlar, deyərdim ki, məktəbinin ardıcılığı, məhz Mirzə Mansur məktəbinin ardıcılığı, deyərdim ki, Əhsən Dadaşov oldu. Əhsən Dadaşov həmin bu yolu, yəni ki, Mirzə Mansur yolunu çox belə layiqli davam elədi. Özür ki, belə baxanda, onu hamı bilir ki, Azərbaycanda Əhsən Dadaşov çox gözəl bir tarzan olub. Və o Əhsən kimi, Əhsən elə Mansurovlar məktəbinin, deyərdim ki, belə yetişdirməsi idi və bu cürə.
Mirzə Mansurun o evi ki vardı içəri şəhərdə, indi ora nədir? Həmin o ev məsələsi deyirlər ki, Mirzə Mansurun evidir ora. Ora Məşəd Məlikin evi olub. 1909-cu ildə Məşəd Məlik rəhmətə gedəndən sonra Məşədi Süleyman o evdən çıxır, deyir ki, köçür Qız Qalasının yanındakı 3 mərtəbəli o binaya və bu evi qoyur Mirzə Mansura. Deyir ki, sən yaşa yine ata evində, bu cürəylə. Mən uzun illər, neçə illər mən çox çalışdım ki, heç olmazsa bu evin üstündə bir belə xatirə lövhəsi vuraq ki, bu evdə Bakıda muğam məclisləri olub, amma yeganə bir dənə lövhə vuruldu ki, bu evdə Mirzə Mansur yaşayıb. Yəni Mirzə Mansurun yaşamağı faktı bu doğrudan çox yaşıdır, amma ki ondan başqa da Mirzə Mansur elə bir ailəyə, elə bir nəslə deməli aidiyyəti vardı ki, bu nəsil Bakıda muğam məclislərinin yaradıcısı olub. Onun atasının evi idi. Həmin bu evdə muğam məclisləri keçirilirdi. Buranın muzey olmağı çox labid olardı. Mən çox əlləşdim bunu edeyim. Hətta dəfələrlə dedim ki, mən hətta kömək eləyərəm ki, yəni ki, bu muzeyə deməli bəzi ev arxivindən olan şeyləri hədiyyə bağışlayayım ki, yəni ki, bu ev canlı bir evdir. Çünki hamı bilir ki, Azərbaycanda 3 dənə muğam məclisləri olub. Şamaxıda, Şuşada, bir də Bakıda. Şamaxı məclisi, Mahmud Ağanın məclisi, o ev məlumdur, qalıb, çox güman ki, yoxdur ev. Əgər qalıbsa da indi heç kim bilmir ki, Mahmud Ağanın evi olub, orada olmayıb bu cürə. Şuşa məclisi, o da o evlər qalmayıb, heç kim bilmir. Yeganə qalan ev, bina, mənzil, yəni ki, Bakı məclisi ilə bağlı Bakıdadır. Mən elə gəlir ki, hələ bütün ümumiləşdirib elə Bakı, Azərbaycan muğam məclisləri, muzeyini hələ bu evdə eləmək olardı. Çünki tarixi bir yerdir. Orada 7-8 aydan, bəlkə də 5-6 aylı yaşayırlar. Mənə bir gün zəng elədilər ki, istəyirik sizin evimizi, qonşular yığılıb satmaq istəyir ki, başqa adamı özünüz alasınız. Mən vallahi dedim onlara ki, bizi oradan çıxardanda bizə heç kim pul zad verməmişdi ki, mən o pulu qaytarım sizə o evi alım. Dedim, əgər hökumət məsləhət bilsə, hökumət o evi bizə məsələn verər, yəni muzey şəklində. Mən çünki orada yaşamaq üçün mən orada yaşamaram. Çünki orada kişilər yaşayıblar. Onların ruhu var orada, onların ruhu gezir orada. Oranı muzey eləməyə lazımdır. Mən belə başa düşürəm. Çox doğrudur, inşallah yəqin gec-tez bu arzu da baş tutar. Bu Mirzə Mansurun Ənvərdən başqa da uşaqları olmuşdu. Mirzə Mansurun deməli 2 dəfə evlənmişdi Mirzə Mansur. Birinci dəfə o deməli evlənmişdi, bir Asitinka idi onun həyat yoldaşı. Həmin xanımdan olmuşdu onun böyük oğlu Tələt. Həmin o Tələt də Böyük Vətən müharibəsində rəhmətə getdi. Yəni ki, 2 oğlu, ikisi də müharibədə həlak olmuşdular. İkinci evlənmişdi. Yusif Dadaşov vardı, Bakı milyonçusu. Həcəci Ağanın qardaşı, deməli. Həmin o Yusif Dadaşovun bacısı Bilqeyis xanımla evlənmişdi. Həmin o Bilqeyis xanımdan olan evladıdır Ənvər. Yəni ki, bunlar da təmiz şəhərlərdir, Bakı əhli idi, bu cürə. Nəcəb Mirzə Mansur belə müstəqil konsert fəaliyyətinə üst tutmamışdı. Yəni məsələn Bəhram müəllim görsən ki, oldu bir ifaçı, operada çalışdı, konsert fəaliyyəti göstərdi, amma özün müəllimliyi ilə əvvəldən həsr elədi Mirzə Mansur, ayrı bir yola da dönmədi. Niyə görəsən? İş o yerdədir ki, Mansurovlar bizim tariximizə nəzər yetirsən, görərsən ki, Mansurovlar həmişə varlı bir ailədən olublar. Yəni bunlar pula ehtiyacları olmayıb. Yəni ki, bunlar getsinlər, harada çalsınlar, resimlər. Amma ki, tarixdə var ki, məsələn, Şəmsi Əsədullayevin oğlunun toyunda Məşəd Süleyman da tarix götürdü. Məsələn, hansısa xanəndə ilə oturub, desə Ağa Səidoğlu Ağabalı ilə oturub çalıb oxudular. Mirzə Mansur da dəfələrlə var tarixdədir ki, bilməm, kiminsə toyunda olublar. Cabbar olub orada, sonra Qurban olub, bir də kimsə olub orada. Həmin o toyda Mirzə Mansur da olub. Bunlar çalıb oxuyublar. Mirzə Mansur sonra qayıdıb ki, Qurbana ki, biz ver tarixi bir daha mən də çalım. Yəni bunlar xatirə olaraq, bunlar bu faktlar hamısı kitablarda, xatirələrdə var, yazılıb. Yəni ki, götürüb tarixi başlayıb çalmağa. Orada çox güclü biləngi vardı onun. Həmişə əlif mizrabı vuranda çox bərk vururdu onu. Qurban Primo qayıdıb deyib ki, biz biraz yavaş bir tarih sındırarsan, Mirzə Mansur da bir belə çönüb ona gülümsəyər deyib ki,
Qorxma girən deyir, ustad əlidir deyir bu. Ustad əlində sınmazlar. Bax bu cürəylə, yəni bunlar çalıblar məclislərdə, özdə yəni pul naminə yox. Nə ilə dolanırdı? Bəs nə ilə yaşayırdı? Ayrı bir peşəsi vardı mı ki, bu çörək çıxan bir dükanı, o birisi? Yox, Mirzə Mansurun heç bir şey yox idi. Yəni məsələn Məşəd Süleyman bir balaca Basin küçəsində dükan açmışdı. Tar mastiskoyu vardı. Tar düzəldirdi orada. O ilə başını girirdi. Həm də pensiya alırdılar. Eləcə deyərdim ki, Mirzə Mansur da, o da ancaq müəllimliyi ilə, yəni ki, müəllim kimi yaxşı maaş alırdı o. Yəni ki, Üzeyir bəy böyük hörmət edirdi ona, çünki gördü ki, çox savadlıdır. Həm də ki, çox şeyləri məhz Mirzə Mansurla məsləhətləşirdi Üzeyir bəy. Böyük hörməti olduğuna görə yaxşı da maaş verirdi ona. Ona bu adama ehtiyacı yoxdur. Bəhram məsələn o vaxtlar dərs demirdi. Bəhram əsasən məsələn Bəhramdır, Ənvərdir. Ənvər də dərs deyirdi. O da konsert. Ənvər çalırdı, xalq çalardılar orkestrində. Əvvəlcə çalırdı Yenisiyanda, sonra amma musiqi texnikumunda müəllim kimi işləyirdi. Orada ansambl düzəltmişdi, bu cür dərs deyirdi. Bəhram amma operada işləyirdi, radioda işləyirdi. Yəni ki, ağırdıq. Yəni ki, Şura hökuməti gələndən sonra bunların kibar dövlətləri əlindən çıxdı. Bunların deməli dilxoşluq olduqları bir sənət döndü, oldu bunların peşəkar, bunların çörək ağacına. Və belə. Mirzə Mansurun yəqin ki, bir yox, bir neçə tarı olub da, necə oldu onun tarı, yatarları? Mirzə Mansurun 3 dənə əsas tarı vardı. Yəni ki, tarlar çox idi. Amma ki, əsas bunun tarlarından biri belə idi də. Birini o vaxtı İstanbulda sərgiyə aparmışdılar. Birini Fransaya aparmışdılar sərgiyə. Biri də evində idi əsas tarı. Bunlar üçü də deyərdim ki, tarın rekonstruktoru sayılır bizdə Azərbaycanda Sadıqcan. Sadıqcandan sonra ikinci adam bir balaca tara əl gezdirən, yəni ki, rekonstruksiya eləyən adam olub Mirzə Mansur. Yəni o nə eləmişdi o tarı? Tarın ki, krif deyirlər də, qolu da. Deməli, tarın qulağı ilə çanağı arasında, deməli, o məsafədə olan yer. Deməli, bunlar çalanda baş barmaq həmişə sürtülürdü, mazol olurdu. Özdə köynə tar çalanların əsas 90%-ində bu baş barmağın içərisi, bu hissəsi, deməli, mazol olurdu. Bu bir balaca ondan irəli gəlirdi ki, indiki tarlarda pərdəni bağlayırlar kaprondan. O vaxt amma bilməm, hansısa heyvan məndən bağırsağından düzəlmiş, məndən belə bir kapron fason bir şeydi, amma o daha codu oldu. O incidirdi barmağı. Çünki barmağı əli aparanda sağa sola çalıb eləyəndə həmişə deyirdi, sürtürdü. Mirzə Mansur bunları görüb deməli nə edir? Tarın deməli qolunda balaca bir deşik açır orada. Tardan ötər gedir simlər, gedir ağ sim, sarı sim, sonra gəlir kök sim, bas sim zat. Yuxarıda da cingənə simlərdilər də, 2 cüt orada. O cingənə simləri burada onlar üçün ayrıca burada bir belə qulaq kimi bir şey qoyulurdu, onun üstünə oturdular. Onun üstünə qoyanda bu daha çox deyirdi barmağın deməli içəri hissəsi həmin o yerə və sürtülürdü. Rahat olmaqdan ötürü götürür onu çıxardır, deməli qolun içindən deşik açır, simləri aparır oradan və biraz o yanda götürür ki, əli sürüşdürəndə incitməsin. Yəni bunları. Belə şeylər eləmişdi. Tək bu dördü, bir-iki dənə də şeylər mənim yadımda deyir. Qardaşım Elxan daha yaxşı bilir bunları. Mirzə Mansur elədiyi yenilikləri. Bax, bu cürəylə, bu tarlar, hətta indi də hardasa Mirzə Mansurun Fransada bilməm hansı muzey dedilər. Eşitdiyimi Louvre muzeyində orada Azərbaycan şərqə aid bir bölmə var. Orada deyəsən Azərbaycan tarixi kimi məhz o tar orada qorunub saxlanılır. Bəs bu Azərbaycanda qalan tarının taleyi necə oldu? Mirzə Mansur rəhmətə gedəndən sonra 87-ci ildə, sonra xanımı, Fatma xanım tək qaldı. Fatma xanım da müəyyən bir vaxtdan sonra 70-ci illərdə rəhmətə gedir. Rəhmətə gedəndən sonra o Fatma xanımın hardasa Arçam odasında bir qohumu yaşayırdı, kimsə qardaşı oğlu yaşayırdı. O gəlir, yəni ki, mənə çox pis təsir edir ki, birbaşa bunların varisi olan Arif Mansurov, yəni ki, Mirzə Mansurun nəvəsi, o yiyə dura bilmədi bu şeyə. Fatma xanım götürdü öz qardaşı oğlu, yəni o dövrəndən sonra Fatma xanımın qardaşı oğlu gəldi. Evdə olan çox nadir şəkilləri, onun tar alətini, başqa tara aid olan cürbəcür şeyləri
Neləri vardı Mirzə Mansur Gül'ün evdə yığdı hamısını apardı. Mən çox axtardım o adamın koordinatlarını ki kimdir, bəlkə onun ailəsindən kimsə qala, nəyə tapa bilmədim ucunu. Belə. Amma çox sən pis təsir elədi ki, belə adamların sən özləri gəlib vaxtında hər halda hamı bilir ki, hamı köçməlidir bu dünyada. Köçəndə də adam bir bacı xətircəm köçməlidir ki, nə eləmirsən, özündən sonra qalan bu şeyləri yerbəyər eləyəsən, sonra gedəsən. Yəni, elə belə deyir, nasucu, yəni ki, talihin üstünə atmazlar bu şey ki, sonra nə olur olsun. Yəni ki, bunlar hamısı Azərbaycan incəsənəti, Azərbaycan mədəniyyətində olan şəxsiyyətlərə aid olan şeylərdir. Mirzə Mansurun oturub durduğu, ünsiyyətdə olduğu adamlar üstündən zaman keçəndən sonra məsələn hansısa məclisdə söhbət düşür, Mirzə Mansurla bağlı xatirələrin, yaddaşların söyləyənlər olurdumu? Mən deməli çox illər bundan əvvəl Mirzə Mansurun böyük qardaşı olub Ağa Hüseyn. Ağa Hüseynin bir nəvəsi vardı, Kamil Kələntarov. O ilə görüşdük, söhbət elədik. Kamil Kələntarov həmişə Mirzə Mansur gəlib gedərdi. Mənə çox şeylər danışırdı Mirzə Mansur. Deyirdi ki, o harası gedəndə dərs deməyə, deyir ki, zəng edirdi, mənə deyir, gəl. Mən deyir, onun tarını daşıyardım, onu da alacaq, deyir, gedərdim, deyir. Deyir, mənə də tar çalmağı öyrətmişdi. Çox yaxşı, belə sinli bir kişi idi, yaxşı söhbətlər vardı onun. Deyirdi ki, məsələn, Mirzə Mansur evində məclislər zatlar olanda deyir, mən deyir, dəfələrlə görmüşəm, deyir, artıq yaşdaşmışdı, deyir, 50-ci illərdir zat bu cürə. Deyir, Əbülfəti görmüşəm orada, deyir, Sarı Qədməvanı görmüşəm, deyir. Sonra çox musiqiçilər görüb, kaman çalanlar vardı. Sonra, nə bilim, başqa xanəndələr vardı. Yəni ki, hamısı qurban, bunlar hamısı gəlib gedərdilər bunun evinə. Deyir, bunlar bütün gündə çalardılar, oxuyardılar, deyir. Sonra başlayardılar qəzəllər deməyə, deyir. Mirzə Mansurdan yaxşı qəzəl deyəni yox idi, deyir. Çünki yəni ki, Qurban Gözəl hamı ki, tarçalandı, bilirdi musiqini, hər şeyi. Amma ki, qəzəl deməyə yox idi onun. Mirzə Mansur nəyə görə müəllimidir, deyirdilər, böyük müəllimdir. Çünki bu təkcə çalmağı yox, təkcə məsələn musiqini yox, bu poeziyanı da bilirdi. Məsələn, Firdovsidən, Şahnamədən, nə bilim, başqa yerlərdən, başqa şairlərdən bilir. Ömər Xəyyamı çox yaxşı bilirdi. Bilməkdən əlavə özü də yazıb. Özü də yazıb, əl yazmaları qaldı. Mənim o vaxtı atam danışırdı ki, deməli, Mirzə Mansur rəhmətə gedəndən sonra Fatma xanım çağırdı deməli, atamı, dedi ki, bəs burada bəzi şeylər var, verim sənə də Mirzə Mansurdan sonra bunlar sənə qalsın bunlar. Deməli, onun əl yazmalarını verdi. Sonra onun belə Pazaloçinin bir belə pastakaniki vardı, onu verdi. O indi də durur, onu açığı o vaxtı anam dedi ki, qoy bir dənə xatirə bizdə də qalsın Mirzə Mansura. Mən indiyəcə həmin o pastaxanikdə çay içirəm. Çünki yazdı burada Mirzə Mansura məndən kim tərəfindən bağışlamışdı o. Mirzə Mansurun çox böyük belə qoz boyda təsbihi vardı, qoz boyda idi hər dənəsi onların. Onu mən sonra götürdüm o nəvəsi Arifə, dedim ki, bu sənin babandır. Mənim atama bağışlamışdılar bunu rəhmətə gedəsin. Mən sənə qaytarıram ki, sizdə qalmalıdır. Yəni sizin evdə, sizin ailəyə aiddir bu. Və bu cürə onun əl yazmaları vardı, qalmışdı. Əl yazmalarında çoxlu şeirlər vardı. Mən bir dənə baxıram, bu iki qardaş, Müşət Süleyman, Mirzə Mansur. İkisinin də əl yazmaları görmüşəm də, mən də bunlar əl yazmaları. İkisində də nə hansı varağı fırlatsa, hamısı qəzəllərdə, hamısı şeirlər, hamısı da əksərlik bu ilə zadına. Ondan başqa Mirzə Mansur qəşəng fransızca bilirdi. Çünki bunlar, o vaxt atam deyirdi ki, bunlar deyirsən ki, gedirdilər Parijdə, ən çox getdiyi yerlər Parij olub da, Müşət Süleyman deyirdi, fransızca bir danışırdı. Çünki hərdən burada danışıb eləyəndə də, görürsən ki, Sarı ilə zadına bunların danışırdan, bunlar dedim, madam, yəni bu cürə müraciət edirdi, yəni fransız sözləri işlədirdi. Və belə şeylər olub, yəni çox musiqiçilər hamısı gəlib gedirdilər. Yəni ki, həmin o vaxtlarda həm Bəhramın evinə gəlib gedirdilər, həm Mirzə Mansurun evinə gəlib gedirdilər musiqiçilər. Yəni ki, Mirzə Mansur doğrudan həm ensiklopediya idi, həm də Mansurovla müğəm məclislərinin digər davamçılarından və ən belə əsaslarından biri də Mirzə Mansurdur.
Çox təşəkkür edirəm Eldar. Mirzə Mansuru yada saldıq. Mirzə Mansurun böyüklüyü ondan ibarət idi ki, gözəl müəllim idi, gözəl sənətkar idi, muğamın tarixini bilirdi, amma həm də o ənənəni yaşadırdı. O ənənəni yaşadırdı və imkan vermirdi ki, o Mansurovların, Məşədi Məliyin ocağının işığı sönsün və mən sənə də təşəkkür edirəm ki, bu Mansurovlar ocağının işığını davam elətdirirsən, biraz da gürraşdırmısan ki, bu işıq gələcək illərə gedib çatsın. Mən balaca bir dənə şey əlavə edeyim. Başqalarının xatirələrini danışdım. Bir dənə öz xatirəmi də deyim. Mən uşaq idim. Getirdi, atam hara gedirdi, məni də apardı özü ilə. Mənim yadıma gəlir indiyə qədər gedəndə Mirzə Mansurgilə o şeydir, gəlib otururdum və stolun dalında. Bunlar söhbət edirdilər, çox vaxt söhbət edirdilər, hərdən görən tarzdan götürərdilər. Mən bir dənə yadımda qalıb, Mirzə Mansurun evinə girəndə bunun yekə pişikləri vardı, evdə bir xoşlayırdı, pişik saxlayırdı, yekə bir dənə pişik, it boyda idi, belə bir pişik idi. Bir də ki, Mirzə Mansur çoxlu siqaret çəkəndi. Bunun evinə girəndə mənim yadıma gəlib o tüstüdən belə bir söz işlədilər, deyib balta asmaq olar tüstüdə. Bax, elə bir şeydir, bu adam çox çəkirdi. Düzdür, həkimlər deyirlər ki, məsələn, siqaret çəkmək ziyandır zaddır, amma ki, Məşəd Süleyman da çəkirdi, özü də siqaret çəkirdi o çox vaxtı, Mirzə Mansur siqaret çəkirdi, biri 83 yaş yaşadı, bir opsi 85 yaşadı. Yəni, Allah Taala'nın verdiyi paydır. Mən özümü xoşbaxt sayarım barədə ki, mən bu adamları görmüşəm. Yəni ki, mən Mirzə Mansur kimi şəxsiyyəti görmüşəm. Mən həmişə arzusunda olmuşam, adını eşitdiyim adamları, məsələn, onları görmək. İndi kimisə lenti zadı qalıbsa, baxıram onlar ya da yad edirəm. Amma ki, kimləri ki, görmüşəm, doğruda özümə bir fəxarət sayıram bunu. Çox təşəkkür edirəm. Sağ ol ki, varsan, yaşayırsan, yazırsan, yaradırsan, amma həm də yaşadırsan. Yaşadırsan Mansurovlar nəslinin adını, Bəhram irsini yaşadırsan, Bəhram Mansurovun adını yaşadırsan, Mirzə Mansurun adını, Məşədi Süleymanın adını, Məşədi Məliyin adını, onların ənənələrini, onların qoyub getdiyi dərsləri yaşadırsan, buna görə mən bir daha təşəkkür edirəm. Mirzə Mansur şeir, ədəbiyyat məftunu idi. Özünün də qələmi vardı. Dilindən klassiklərin məşhur qəzəlləri əskik olmazdı. Evində atası Məşədi Məlik kimi vaxtaşırı təşkil etdiyi musiqi məclislərində oxuyanlar, çalğıçılarla yanaşı dövrün görkəmli şairləri də mütəmadi iştirak eləyərdilər. Elə həmin məclislərdən birində Məşədi Azər Buzovnalı Mirzə Mansura bir qəzəl təqdim eləyərək demişdi: "Bu Xavəran mənzuməsini sənə ithaf eləmişəm." İndi illər ayrılığından sonra o şeiri unudulmaz diktorumuz Soltan Nəcəfovun ifasında dinləyin. Daha sonra isə Qurban Pirimovun müşayiəti ilə xanəndə Ramiz Hacıyevin avazında. Bugün ruhumuzu oxşayan bu misilsiz yadigarə görə hamısının ruhu şad olsun. شد خجسته کوکبی بر آسمان خاوران، انوری اون شاعر معجز بیان خاوران، اینقدر کافی است در اوصاف اون عالی مکان، انوری کرده ظهور از خاندان خاوران. ای که آهنگ خجسته یا عراقت آرزوست، نیست ره در موسیقی جز از میان خاوران. قدر اون دانند موسیقی شناسان فعول، بشنو از منصور دانش داستان خاوران. نه
Nəsb edib bir tazə ulduz asmanə xaveran, Ənvəri tək şairi vermiş cahanə xaveran. Tərifində söyləsək bəsdir onun yalnız bu söz, Ənvərini bəxş edibdir bu zamanə xaveran. İstəyirsənsə Xocəstə ya Əraqi bir muğam, Malik olmuş ən lətif incə bəyanə xaveran. Anlayar qədrin kimin ki sənətə var hörməti, Düşdü mənsur tarihi ilə dastanə xaveran. Görməsəm hər göz açanda ol mələk sima üzün, Cuş edər gözdən cigər qanım tutar dünya üzün. Mənsura musiqini söyləmə biganələrə, Çəkmə zəhmət nə bilir rütbey insani cəmat.
Qədim İçəri şəhərdə, Böyük Qala küçəsinin başlanğıcında divardakı bir xatirə lövhəsi oradan keçib gedənləri hər dəfə başını qaldırıb nurlu simaya baxmağa cəlb eləyir. Bu, Mirzə Mansurun surətinin əks olunduğu xatirə lövhəsidir. Böyük ölçüdə isə belə insanların, millət üçün ömür sərf etmiş, faydalı işlər görmüş yaradıcıların surəti millətin yaddaş lövhəsinə əbədilik həkk olunur, nəsil-nəsil yaşayır. Bu şirin barmaqlar Əhsən Dadaşovundur. Əhsən Mirzə Mansurun və onun oğlu Ənvərin tələbəsi olmuşdu. Sonralar Əhsənin öz tələbələri yarandı. Bugün Əhsənin tələbələrinin tələbələri ustad sənətkarlardılar. Onlar özləri yeni-yeni tarzənlərimizi yetişdirirlər. Beləcə yol davam eləyir. Beləcə Mirzə Mansurun ömrü davam eləyir. Hörmətli dinləyicilər, unudulmaz tarzənimiz, ustad sənətkar Mirzə Mansur Mansurovun xatirəsinə həsr edilən verilişimiz sona çatır. Hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rəfail Hüseynov hazırlayıb. Səs rejissoru Cihangir Əloğludur.